Bugün sizə qumar asıllığının ən təhlükəli və az bilinən tərəflərindən danışacağam. Çox adam belə düşünür ki, qumarın əsas məqsədi pul qazanmaqdır. Əslində isə qumar asıllığının ən qorxulu tərəfi insanın nəticədən yox, prosesin özündən asılı olmasıdır. Axı oynayan pul qazanmaq istəyir dediyinizi eşidirəm. Pul işin görünən tərəfidir. Əsas məqsəd qumarın verdiyi həyəcan, risk və emosional dalğalanmalardır. Çünki qumarbaz uduzanda da, udanda da eyni cür həyəcanlanır. Oynayan insan hər mərc atanda beynində dopamin ifraz olunur. Dopamin bizim zövq və mükafat hissimizi idarə edən neyrotransmitterdir. Normalda biz dopamini sevinç verən hadisələr zamanı ifraz edirik. Məsələn, gözəl bir yemək yeyəndə və ya nəsə qazandıqda. Amma qumarda dopamin nəticəyə görə deyil, riskə görə ifraz olunur. İnsan növbəti kartın, zərin və ya qolun nə olacağını bilmədiyi üçün həyəcanlanır. Oynadıqca beyin daha çox həyəcan hiss edir və dopamin asılılığı yaranır. Bilirsiniz ki, insanlar normal həyatda emosional dalğalanmaları az yaşayırlar. Səhər naxıra, axşam axıra prinsipi ilə yaşayırlar. Nadir hallarda həyəcanlı nəsə baş verir. Qumarda isə hər şey fərqlidir. İnsan bir anda böyük qələbə də qazana bilər, birdən-birə böyük məğlubiyyətlə də qarşılaşa bilər. Qumar asılısı əslində adrenalin və dopamin asılısıdır. O bir növ narkomandır, ancaq onun narkotikini öz beyni istehsal edir. Bu səbəbdən qumarbaz gündəlik həyatı darıxdırıcı hesab edir və qumarın içində daha çox yaşamaq istəyir. Əvvəlki videoda qeyd etdiyim kimi bu vəziyyət insanın reallıqdan qaçmasına və qumarı alternativ bir dünya kimi qəbul etməsinə səbəb olur. Qumar asılısı gündəlik sıxıntılardan uzaqlaşır. O an borcları, ailə problemləri, şəxsi uğursuzluqları barədə düşünmür. Çünki qumar oynayarkən o tamamilə fərqli bir reallığa keçid edir. Buna görə də qumar asılları maliyyə qazancından çox emosional həyəcan və dalğalanmalara aludə olurlar. Bu insan problemlərini həll edə bilmədiyi üçün onları qumarda unutmağa çalışır. Ona görə də mən qumar asılları ilə işləyərkən onlara həyati problemlərini həll etmək üçün ən vacib bacarıqları da öyrədirəm. Qumar asıllığından sürətlə qurtulmaq nat texnikaları ilə mümkündür. Qeyd etdiyim kimi emosional dalğalanma o qədər önəmlidir ki, hətta bəzi asıllar udmağı yox, yavaş-yavaş uduzmağı seçirlər. Çünki bu onların oyun müddətini uzadır və həyəcanın davam etməsinə səbəb olur. Onlara görə uduzmağın yaratdığı hissizlikdən daha yaxşıdır. Pul qumar asıllığına səbəb olan amillərdəndir. Ancaq uduzduğunu bilə-bilə oyundan çıxa bilməməyin əsas səbəbi emosional dalğalanmalardır. Həyatda ən təhlükəli qumar insanın öz zehninə qarşı oynadığı oyundur. Fikirləriniz çox maraqlıdır.